sevilənlərin başına gələcək. Buna əmin ola bilərsiniz. Çünki bu həyat bir karmadır. Mən o vaxtı, qız vaxtı boşananları qınıyırdım. Necə qınıyırdım? Uşaq idim, 17-18 yaşım vardı. Yanımda xalalar danışırdı. Mən də beynimə elə girmişdi. Böyüklər danışırdı, mən də beynimə elə girmişdi. Məsələn, böyüklər deyirdilər ki, filan kəs boşanıbsa pozğundur, yanımda. Oturub elə danışırdılar. Və yaxud da filan kəsdir. Hamımızın yanında olub da bu şeylər. Böyüklər veçini belə danışır. Mən də ancaq deyirdim ki, səsim gəlir. Bu telefon bezdirdi məni. Bir də vırıb qıracam bunu qoxu. Yəni, deyirəm ki, məsələn, böyüklər oturub bizim yanımızda danışırdı. 18-19 yaşımdan danışırım. Bu filan kəs boşandı, yəqin gəzmək üçün boşanır. Filan kəs belə elədi, yəqin azadlıq üçün elədi. Onun üçün elədi, bunun üçün elədi. Mən də beynimdə qalmışdı ki, boşanırsa deməli bu qadın yaxşı qadındır. Çünki böyüklər bizim yanımızda elə danışıb, beynimizi onu soxurdu da, başa düşdünüz. Liboy qadınların qiybəti eləyəndə ancaq o idi. Oturdum, deyirdim ki, yəqin qadın boşanıbsa yaxşı deyil. Qınıyırdım. Gördünüz, karmasını yaşadım. Getdim, boşandım. Ona görə də heç kəsi qınamıram. Onu bilə-bilə eləmədim. Bunu mənim başıma böyüklər soxmuşdu. Yanımda o qədər danışırdılar ki, arvadlar məhəllədə oturub. Filan kəsin qızı boşandı, pozğunçuluq üçün boşandı, gəzəyəndir, odur, budur, yaxşı olsaydı boşanmazdı falan filan kimi şeylər bizim beynimizin şuuraltı bunu yazırdı. Mən də beynimdə ancaq elə düşünürdüm ki, boşanan qadın deməli yaxşı qadın deyil. O da gəldi mənim başıma. İndi də elə dar düşüncəli qadınlar var. O da ancaq səy-səy qeybətlər eləsinlər. İndi də var elə düşüncəli qadınlar. Yoxdur ki, doludur. İndi də var. İndi də var elə xalaşqalar. Çox sağ olun. Nisə mən o halda olsam mənə dəstək olmayacaqsınız. Təbii ki, olacaqsınız qadınıma, uşağıma görə. Valla məndən zəhləsi gedən də olacaq. Gilici bu uşağı anasız qalmasın. İndi məni sevirsiniz. Amma bilirəm ki, pis günüm oldu. İnsanın yanında olacaqsınız. Çünki insanın pis günü olanda insanların qəlbi yumuşalır. Bu onsuz da kateqorikini belədir. Az valla bilirəm dana. Məsələn deyirəm də, mən bu həyatda hər şeyə hazıram qızlar. Mən həyatda hər şeyə hazıram. Çünki bu həyat elə bir həyatdır ki, həmişə güllü, çiçəkli deyil. Bu həyat çox sınaqlarla dolu həyatdır. Dostu da sənə tanıdacaq, düşməni də sənə tanıdacaq. Yaxşı günü də, pis günü də. Bu həyatda bu sınaqlardan keçmək lazımdır. Allah Taala da hərənin sınağın bir cürə verir. Bilmək olmur, sabah başımıza nə gələcək. Mən bu həyatda hər şeyə hazıram, hər şeyə. Bu Nizarət qıyılmış. Rəxit ördək dedim. Hə, nə olur, dalaşan nə deyir ki? O da dalaşanda o qədər mənə sözlər deyib ki, nə olsun? Burada mənlə dalaşırdı, orada baldızıma görə yığırdı məni. Problem nəsə olmayıb, danışmasaq da.
Dalaşırdıq, çox vaxt izləyicilər soruşurdu. Yalandan dedim, danışırıq. Telefonda söyürdük bir-birimizi, 2 gündən sonra yığırdıq. Sənə paylaşıblar. Necədir vəziyyət? Tutulmaq söhbətim çıxanda. Nə olsun? O demək kimsə prim kasır. Nə qədər bu TikTokda ara qatanlar var, bacı, mən uzağam, qurban olum. Mən sakitcə dururam öz yerimdə. Allah kömək olsun deyirəm, çəkilən bir qırağa. Varsa bir tane balina atında. Tapdıralım. 5 manatlıq, 10 manatlıq alalı, 90 manatı keçmişəm. 2 gün işlədirəm, xarab olur, andıra qalsın. 3 uşağa tək baxıram. Ay bacı, acıqla gəlməsin. O fərsiz ərdən 3 uşağı nəyə pırtladıb çıxartmısan? Bu getdin ərə, birini doğdun, gördün bu o deyil də. Bu ikincini nəyə pırtladıb çıxardırsan ha ürəyim? Qurban, mən belə insanlar çatmır da. Bax görürsən ki, o deyil də. Niyə? Bu yaxşı, bu ikincini də çıxardana kimi 300-ünü görmədin. Okey, yaxşı, başa düşdüm. Heç azı bu üçüncüdə də görmədin. Görmədin ki, bu qaş qaldaqdır. Bundan 3 dənə uşaq doğulası deyil. Sən nə... O deyən də, o verişlər açılanda çıxırdılar, xoş qədəmiz adın verişinə. Doğub pırtladıb tökürdülər, belə ortalığa, elə bir bağça açıblar. Alimentsiz. Ay bacı, adama deyərlər ki, sən bu ərdən nəyə pırtla? Bekarçılıqdandır. Bu uşaqları niyə bədbəxt edirsiniz, qurban olun? Kim qazidir?